Buyurun çayınız. Bu ne çaydı gətirmisən? Buz kimidir. Sən mənə qulaq asayı. Dünən getmişəm qonşugilə. Gəlinləri bir dənə cehizlər gətirib. Cehizdə olmayan şeyləri yoxdur. Allah xoşbəxt eləsin. Hə, eləsin, xoşbəxt eləsin. Gör nə deyirəm, sən niyə cehiz gətirməmisən? Bir dənə şkafdan kravat gətirmisən. Biz əvvəlcədən danışmışdıq axı. Əbülfəz demişdi, ev kirayədir deyə çox şey gətirməyə ehtiyac yoxdur. Hə, böyüklə məsləhətləşmək yoxdur da. Ən azından heç olmasa soyuducu, şkaf, stol gətirərdim. Bizimkilər köhnəlib axı. İnşallah öz evimiz olar, gətirərəm. Oktyabrın 31-dən noyabrın 2-sənək nağdalışda 70%-ə endirim. Hələ üstəlik endirimli qiyməti 24 aya bölmə şansından yararlan, gündəmdən geri qalma. Bax, özdə bəxtin gətirdi. Endirimlər də qəşəngcənə gedir. Dur, get, al soyuducun, gəl. Ay xala, mən hara tək gedirəm? Qoy Əbülfəz gəlsin, bir yerdə gedərik də. Oğlumun pulunu alma, get öz puluvu al. 70% endirim var. Özdə pulun yoxdursa, get 24 aya böl. Yaxşı. Vallahi yaxşı ki, Baku Elektroniksdə endirimlər var. Yoxsa neyniyəcəkdim mən? Kirayədə qalır, heç nə demirəm. Mənə heç nə almır, heç nə demirəm. Amma mənə çatanda Əminə hər şey eləməlidir. Əminə onu gətirməlidir, Əminə bunu eləməlidir. Bunu alım, heç olmasa elə ki deyinməsin. Qəşəngdə endirim var.